Şəxsi tikili 2 sotun içində 110 kvadrat, geniş bir dənə 3 otaqlı ev. Evimizin qaz, işıq, sayğacları var. Ərazi dövlət suyunun ərazidir. Dövlət suyunun sayğacı yoxdur. Nəzərinizə çatdırıram. Belə bir həyətyanı sahəsi var evimizin. Ev özü bir daha qeyd edirəm ki, 110 kvadrat, kəmər betonla tikilən bir evdir. Özünə məxsusdur. Sanitar sanuzeli ayrı-ayrıdır, bir yerdədir. Koridor sistemli 3 otaqlı evdir. Keçid edək evimizin daxilindən də tanış olaq. Gördüğünüz kimi koridor sistemli evdir. Yuxarının atmaları atılıb. Altı daş kürsülüdür. Nəmişlik ərazi deyil. Sağ tərəfdə evimizin mətbəx hissəsidir. 7-nin 3.80-a, 3.70-ə hardasa qonaq otağıdır. Yataq otağının ölçüləri də hardasa 3.40-ın 3.90-a buradır. 3.40-ın 3.50-nin 4 metrəyə də buradır. Təxminən deyirəm, ölçüləri. Sanitar sanuzelimiz ayrı, qoşa daşdan tikilən evdir. Qiymət 38.000 manat. Qəsəbə ilə Safxoz arasında sağa gedən yolda yerləşir. Asfalt yoldan cəmi 50 metr, 60 metr məsafədədir. Reallıq olsa danışmaq olar. Bir daha deyirəm, qaz, işıq sayğacı var.